Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün Cəbrayıl Su İdarəsinin işçiləri evimizin suyunu kəsirlər. Səbəb olaraq 200 manat borcumuz olduğunu deyirlər. Mən buradan cəmiyyətə, aidiyyatı qurumlara səslənirəm. Mənim həyat yoldaşım Cəbrayıl uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, ikinci qrup qazidir. Ailəmizin yeganə gəlir yeri onun aldığı pensiyasıdır. Evimizdə 4 az yaşlı uşağım var. Üstəlik xəstə bacıma da mən baxıram. Amma ən çox da adama toxunan bilirsiniz nədir? Yoldaşım bu torpaqlar üçün sağlamlığını fəda edib. İndi isə öz Cəbrayıllarımız, Cəbrayıl Su İdarəsinin işçiləri gəlib bizim suyumuzu kəsir. Körpələrimizi bu isti havada susuz qoyurlar. Öz doğma rayonun adamları qazi ailəsinə, körpə uşaqlara bu haqsızlığı edirlər. Tək gəlir yeri pensiya olan 4 uşağa və xəstə adamı olan bir evə bu münasibət göstərilməməlidir. Xahiş edirəm, bu videonu görən hər kəs paylaşsın.